Torpaq tikili və avadanlıqlar üzrə açıqlamalar cədvəlinin tərtib olunması barədə video təlimat. Maliyyə vəziyyəti haqqında hesabatın torpaq tikili və avadanlıqlar sətrində əks etdirilmiş göstəricilər, torpaq tikili və avadanlıqlar üzrə açıqlamalar cədvəlində öz əksini tapır və həmin aktivlərdə hesabat dövrü ərzində baş verən dəyişiklikləri izah edir. Torpaq tikili və avadanlıqlar adlı 16 nömrəli İASın tələblərinə uyğun olaraq təqdim olunan cədvəldə istehsalat və xidmət sahəsində istifadə olunan torpaq tikili və avadanlıqlar inzibati məqsədlər üçün istifadə olunan aktivlərdən ayrılıqda açıqlanır. Həmçinin gələcəkdə qeyd olunan sahələrdə istifadəsi nəzərdə tutulan başa çatmamış tikililər üzrə də məlumatlar ayrılıqda göstərilir. Həmçinin cədvəldə həm istehsal və xidmət aktivləri, həm də inzibati məqsədlər üçün istifadə olunan aktivlər öz növbəsində torpaq, binalar və tikililər, ötürücü qurğular və neft qaz əmlakı, nəqliyyat, avadanlıq və sair siniflər üzrə təsnifləşdirilir. Torpaq tikili və avadanlıqlar üzrə açıqlamalar cədvəlinin qiymətləndirmə metodu sətrində dövlət müəssisəsinin öz avadanlıqlarını hansı qiymətləndirmə metodu ilə uçota aldığı göstərilməlidir. Bunun üçün hər sinif üzrə ilkin dəyər metodu və yenidən qiymətləndirmə metodlarından biri seçilməlidir. Bu cədvəldə yeni əldə edilənlər üzrə cəmi blokunda istehsalat, xidmət, inzibati, başa çatmamış tikililərə kapital qoyuluşu kateqoriyalarında artıma səbəb ola biləcək müvafiq əməliyyatlar qeyd edilmişdir. Torpaq tikili və avadanlıqlar adlı 16 nömrəli İASın tələblərinə əsasən bu standartın tətbiqi sahəsinə aid aktivlərdə artım yalnız alışlar və əvəzsiz əldə etmələrlə əlaqəli olmur. Artıma səbəb digər standartın tətbiqindən çıxarılaraq 16 nömrəli İASın tətbiqi sahəsinə aid edilənlər və digər spesifik nüanslar da səbəb ola bilir. Məsələn, neft sahəsində fəaliyyət göstərən dövlət müəssisəsində ötürücü qurğular, neft qaz əmlakı sinifinə aid edilən aktivlərdə artım, yeni emal qurğuların əldə edilməsi ola bilər. Bu zaman vəsaitin mənbəyi, məsələn, daxil vəsait hesabına və ya kredit vəsaiti hesabına vurğulamaq üçün mütləq sətr düzgün seçilməlidir. Spesifik nüans odur ki, dövlət müəssisəsi alınan qurğuları quraşdıran zaman onların gələcəkdə, yəni istismar müddəti başa çatandan sonra söküb yerini təmizləmək barədə üzərinə öhdəlik götürərsə, həmin işlərin cari dəyəri aktiv tanınan zaman kapitallaşdırılmalıdır. Bu əməliyyatları əks etdirmək üçün müvafiq olaraq ötürücü qurğular neft qaz əmlakı sütunu ilə daxili vəsait hesabına, kredit vəsaiti hesabına və uzun müddətli aktivlərin gələcək demontajı, sökülməsi üzrə qiymətləndirmə sətirlərinin kəsişmələrində yerləşən xanalarda həmin əməliyyatlar üzrə məbləğlər qeyd edilməlidir. Torpaq tikili və avadanlıqlar üzrə açıqlamalar cədvəlində xaric olanlar üzrə cəmi blokunda istehsalat, xidmət, inzibati, başa çatmamış tikililərə kapital qoyuluşu kateqoriyalarında azalmalara səbəb ola biləcək müvafiq əməliyyatlar qeyd edilmişdir. Məsələn, bəzi hallarda fiziki korlanması nəticəsində maşın və avadanlıqların istismardan çıxarılması tələb olunur. Bu növ əməliyyatı əks etdirmək üçün mühasib maşın və avadanlıqlar sütunu ilə müvafiq fiziki korlanma sətrinin kəsişməsində yerləşən xanada həmin əməliyyat üzrə məbləği qeyd etməlidir. Xarici olmaya adi halda əsasən istismar müddətinin başa çatması səbəb olur. Bu növ əməliyyatı əks etdirmək üçün mühasib istismar müddətinin başa çatması sətri ilə müvafiq sütunların kəsişməsində yerləşən xanalarda həmin əməliyyat üzrə məbləği qeyd etməlidir. Hər bir sinif üzrə yeni əldə edilənlər və xaric olanlar blokları üzrə cəmi məbləğlər müəyyən edildikdən sonra ilkin dəyər hesabat ilinin əvvəlinə məbləğləri ilə yeni əldə edilənlər üzrə cəmi məbləğlərini toplayıb, xaric olanlar üzrə cəmi məbləğlərini çıxaraq ilkin dəyər hesabat dövrünün sonuna məbləğləri tapılır. Torpaq tikili və avadanlıqlar üzrə açıqlamalar cədvəlində yığılmış amortizasiya bloku da yer almışdır. Torpaq tikili və avadanlıqların hər bir sinifi üzrə
hesabat ilinin əvvəlinə yığılmış amortizasiya məbləğləri və hesabat dövrü ərzində hesablanmış və silinmiş amortizasiya ayırmaları nəticəsində hesabat dövrünün sonuna formalaşmış yığılmış amortizasiya məbləğləri qeyd edilir. Məsələn, maşın və avadanlıqlar sinifi üzrə dövr ərzində hesablanmış amortizasiya məbləğini əks etdirmək üçün mühasib maşın və avadanlıqlar sütunu ilə müvafiq hesabat dövrü üzrə hesablanmış amortizasiya sətrinin kəsişməsində yerləşən xanada həmin əməliyyat üzrə məbləği qeyd etməlidir. Digər bir nümunə, nəqliyyat sinifinə aid hər hansı bir aktivin hesabat dövründə silinməsi baş verərsə, həmin aktiv üzrə yığılmış amortizasiya məbləğinin silinməsini əks etdirmək üçün mühasib xaric olan aktivin yığılmış amortizasiyası sətri ilə müvafiq olaraq nəqliyyat sütunu ilə kəsişməsində yerləşən xanada həmin əməliyyat üzrə məbləği qeyd etməlidir. Cədvəlin aşağısında mühasib torpaq tikili və avadanlıqların hər bir sinifi üzrə düz xətt metodu, azalan qalıq metodu və ya istisal vahidi metodu sırasından amortizasiya metodunu seçməli, amortizasiya normasını faizlə göstərməli və faydalı istifadə müddətini qeyd etməlidir. Cədvəldə hesabat ilinin əvvəlinə və hesabat dövrünün sonuna siniflər üzrə balans dəyərlərini müəyyən etmək üçün müvafiq olaraq ilkin dəyər hesabat ilinin əvvəlinə və ilkin dəyər hesabat dövrünün sonuna məbləğlərindən, yığılmış amortizasiya hesabat ilinin əvvəlinə və yığılmış amortizasiya hesabat dövrünün sonuna məbləğləri çıxılmalıdır. Düzgün doldurulmuş torpaq tikili və avadanlıqlar üzrə açıqlamalar cədvəlində cəmi TTA sütunu ilə balans dəyəri hesabat ilinin əvvəlinə və balans dəyəri hesabat dövrünün sonuna sətirlərinin kəsişməsindən yaranan xanalardakı məbləğlər maliyyə vəziyyəti haqqında hesabatın torpaq tikili və avadanlıqlar sətrinin müvafiq olaraq hesabat ilinin əvvəlinə və hesabat dövrünün sonuna göstərilən məbləğlərlə bərabər olmalıdır. Diqqət edilməli məqam odur ki, cədvəlin investisiya mülkiyyəti blokunda qeyd olunan məlumatlar 40 nömrəli İAS-ın tətbiqi sahəsinə aid olan torpaq, bina və tikililəri əhatə etdiyi üçün bu hesablamalara nəzərə alınmır. Torpaq tikili və avadanlıqlar üzrə açıqlamalar cədvəli müvafiq maliyyə vəziyyəti haqqında hesabatla eyni zamanda hər rüb bitdikdən sonra müvafiq olaraq aprel ayının 20-sinədək, iyul ayının 20-sinədək, oktyabr ayının 20-sinədək və növbəti ilin yanvar ayının 20-sinədək Maliyyə Nazirliyinə təqdim olunur.